Bir işə başlamaq istəyirsiniz və yaxud da hər hansı bir fəaliyyətə başlamaq istəyirsiniz, lakin onda uğursuz olduğunu görürsünüzsə, nə qədər çalışsanız da ondan uğur əldə edə bilmirsinizsə, bu video sizin üçündür. Əgər dəfələrlə sınamağınıza rəğmən hər hansı bir fəaliyyətdə və yaxud da işdə uğursuz olduğunuzu düşünürsünüzsə və yaxud da potensialınızın o olmadığı düşüncəsindəsinizsə, başqa bir işə, fəaliyyətə marağınız varsa, yeni bir addım atlamaq və yeni başlanğıclar etmək üçün gec deyil. Bu videoda həm sizlər üçün, həm də bir danışanıma bildirmək istədiyim bir mesaj var. Özünüzün və yaxud da evladınızın hər hansı bir işdə, fəaliyyətdə uğursuz olduğunu görürsünüzsə, bu onun heç bir potensialı olmadığı mənasına gəlmir. Sadəcə bu işlə və yaxud da bu fəaliyyət ilə onun psixoloji vəziyyəti üst-üstə düşmür. Daha sizin anlayacağınız dillə desək, xarakteri ilə görməsi gərəkən iş, fəaliyyət arasında uyğunluq yoxdur. Hər bir şəxsin öz psixoloji vəziyyətinə və xarakterinə uyğun işlər mövcuddur. Yəni, məsələn, əgər evladınız özünü tibb sahəsində bacarıqsız görürsə və heç vaxt bir tibb mütəxəssisi kimi inkişaf etmək istəmirsə, xarakterinə, düşüncə tərzinə bunlar uyğun olmadığını hiss edirsə, onu məcburən tibb sahəsi üzrə mütəxəssis kimi yetişdirsəniz, onun şəxsiyyətində pozulmalar baş verəcək. Bu cür pozulmalar özünə aqressiya, sosial izolyasiya, özünə nifrət, ətrafına qarşı yönləndirilmiş kin ilə xarakterizə oluna bilər. Ona görə mənim evladım niyə bu haldadır və yaxud da mən niyə bu haldayam suallarına cavab tapmaq o qədər də çətin deyil.